Bismillah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selam ala eşrefil enbiya nebina Muhammed ve ala alihi ve ashabihi ecma'in emme ba'd. Aziz ve değerli kardeşler, Allah'tan istedik ki Allah Teala meclisimize bereket versin ve hayırlı meclislerden etsin. Faydalı şekilde buradan kalkanlardan etsin. Mevzumuz ondan ibaretti ki elimle bağlı mevzudu. Yani fıkhul elim. Fıkhul elim ne demeydi? İnşallah onu açıklayacağız. Yani bir insanın elimli olması ve ibadetlerini elimi üzere hayata geçirmesi yani önemli bir meselelerden biridir. Bir insan ibadet edirse çalışmalıdır ki ibadeti elimi üzere olsun. Yani savaşsız olmasın. Elimle hayata geçirsin. Ve mevzumuzun adı fıkhul elim dedikdə o deməkdir ki, elimin mahiyetini ve ehemmiyetini, edeb qaydalarını ve mertebelerini başa düşmektir. Elimin mahiyetini, ehemmiyetini ve edeb qaydalarını ve mertebelerini başa düşmektir. Yani elimli insan yani elimin mühim olmasını anlıyor. Ve elimli insan yani elimin edebler yani elimde olan edebleri ve özünde cem edir. Çünkü bilirsiniz ki elim olan insanın neye ihtiyacı var? Edeb erkana, ahlaka ihtiyacı var. Ve elimde özüne ne diye ki elimli insan daima edebi nümayiş ettirmelidir. Ona göre yani bazen görürsen ki insanlarda elim var ama edebe geldikte görürsen ki edebi yoktur. Ve bir şairin bir sözü var. Diyor ki gezdim dünyanı, ettim elime talep. Diyor ki dünyanı gezdim, elim talep elədim. Ama öğrendim ki önce edeb. Yani mütlak ne lazımdı? Edeb lazım. Elim edeb talep edir. Ve o insanın eğer elimli insanın edebi varsa, yani edeb erkanı bilirse o zaman insanlarla ünsiyetli oldukta ve elimi güzel nümayiş ettirecek, insanlara karşı güzel çattıracak ve insanlar onu daha da güzel anlayacaklar. Ama elimsiz insan yani insanlarla necə danışmaq lazım, harda danışmaq lazım, ne tonda danışmaq lazım, ne şekilde danışmaq lazım. Elimsiz insan bunu bilmir. O elə bilir ki, yani insan hər hansı bir ayeti əzbərlədi və yaxud da hər hansı bir hədisi əzbərlədi, artıq elmdir. Elm yani yalnız ayeti bilməkdən və yaxud da hədisi bilməkdən ibarət deyil. Tamam, onları da bilməlidir, amma onun necə və nə cür işlətməsi bunu bilməlidir. Çox təəssüflər olsun ki, bugün günümüzdeki insanlarımız, yəni xüsusda cavanlarımız, cavan insanlar, onlar görürsən ki, yani bir iki ayet ezberleyirler ve sonra onu istəyirlər ki, həyatında tətbiq eləsinlər, insanlara çatdırsınlar ve baxırsan ki, doğru düzgün çatdıra bilmirlər. Hardasa sərtliyə, hardasa şiddətə yol verirlər. Ona göre mütləq, yani elm olan bir kəs, yani ədəblə çıxış etməlidir, əxlaq nümayiş etdirməlidir. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellem insanlara dini tebliğ edende bazen yani elə insanlar oldu ki, elə sahabeler oldu ki, Peygamberimiz sallallahu aleyhi ve sellemin əxlaqına göre İslam'ı qəbul edildiler. Ve Peygamberimiz sallallahu aleyhi ve sellem her hansı bir kelimesini eşitmeden sadece onun əxlaqını gördüler ve İslam'a geldiler. Ona göre İslam'da edeb önemli meselelerden birisidir. Ve elimle bağlı meselelerden bir diğeri de elim esasud din ve ibadet. Deyir ki elim dinin ve ibadetin əslidir. Elim dinin ve ibadetin əslidir. Bir insan ibadet etmek istəyirsə neye ihtiyaç var? Elime ihtiyaç var. Necə ve ne cür edeceksen ve doğru necə etsem doğru olacak. Bunun bilmesine ne var? İhtiyacı var insanın. Veyahud da yani dini yaşamak istəyirsə mütləq İslam elmine ihtiyacı var.
elm üzerinde hayata geçirmelidir. Ona göre diyor ki el-ilmu esasud din ve ibadet. Ona göre alimler diyor ki ilim dinin ve ibadetin esasıdır. Bir insan İslam'ı yaşamak istiyorsa İslam'ın yani mahiyetini öğrenmelidir. İslam ne istiyor bizden? Nece olmağımızı istiyor, onu öğrenmelidir. Eğer ibadet edirse ibadeti öğrenmelidir ki nece etsem ibadetim doğru olar, düzgün olar. Nece etsem ibadetim səhih olar. Yani bunu bilmelidir. Kör körana ibadet etmemelidir. Yani savadsız, elimsiz ibadet etmemelidir. Çünkü Allah katında yani elimli insan daha üstündür. Savadlı insan, savadsız insandan, cahil insandan daha üstündür. Ve Allah Teala Kur'an-ı Kerim'de diyor ki: "Fe'lem ennehu la ilahe illallah." Bil ey Muhammed, Allah'tan başka bir ibadete layık olan bir ilah yoktur. "Vestagfir li zenbi." Sonra diyor ki günahların bağışlanması için istiğfar et. Birinci Allah Teala neyi emretti? Öğrenmeyi, bilmeyi. Ki ibadete layık olan yalnız kimdir? Allah Teala. Yani bunu bil. Sonra bunu bildikten sonra ne et? Günahların bağışlanmasını Allah'tan iste. Ve ona göre bu ayet onu gösterir ki yani ilim dinin ve ibadetin eslidir. Çünkü Allah Teala diğer ayette diyor ki: "Hel yestevillezine ya'lemune vellezine la ya'lemun." Diyor ki bilenle bilmeyen aynı olabilir mi? Tabii ki bir aynı olabilmez. Bilen insanlarla elimli insanlarla elimsiz insanlar aynı olabilmez. Elimli insanlar neyi ne vakit ve ne cür etmeye lazımdı bilirler. Ne vakit demeye lazımdı bilirler. Ama elimsiz insan ne değil? Deyir ki hemen değilmelidir. Veyahut da harda geldi değilmelidir. Harda geldi yani her hansı bir mesele ortaya çıkarsa onu demeye lazımdı. Savadsız insanlar, elimsiz insanlar bunu böyle başa düşürler. Ama elim sahipleri ise neyin ne vakit, ne cür değilmesi lazımdı onu bilirler. Bu da neyin fəziletidir, neyin sebebindendir? Elimin sebebindendir. Ve diğer fayda odur ki, yani fayda diyende böyle diye, elimle bağlı. Diyor ki, ref'atul ulema ve fadlihim. Elim sebebiyle, yani elim insanın derecesini ve faziletini kaldırır. Elim alimlerin derecesini ve faziletini kaldırır. Çünkü insan elim sayesinde hem Allah katında hem insanlar katında değeri, kıymeti nedir? Çoxalır. Adeten insan kime yakınlaşmaq istəyir? Hem daima çalışır ki elimli insana müraciət eləsin, elimli insanın yanında olsun, elimli insandan soruşsun, ondan öğrensin. Öyle değil mi? Ya ona göre elim insanın derecesini ve fəzilətini kaldırır. Çünkü Allah Teala diyor ki: "Yerfa'ullahu ellezine amenu minkum vellezine utul ilme derecet." Allah Teala nedir? İman getirenlerin, sizden iman getirenler ve ilim verilenlerin derecesini kaldırar. Sizlerden kim iman getirirse ve onlara kimlere ilim verirlerse Allah Teala onların derecelerini kaldırar. Bu onu gösterir ki ilim sahibi Allah katında değeri, kıymeti nedir? Çoktur. Çünkü Allah Teala ne diyor? Kur'an-ı Kerim'de diyor ki yani kimden soruşun? İlim ehlinden soruşun. Yani bu da bir növ nedir? Gösterirken ilim ehli daha üstündür. Allah katında değerli olduğu için Allah Teala diyor ki: "Fes'elu ehle zikri in kuntum la ta'lemun." Bilmediğiniz halde ilim ehlinden soruşun. İlim ehline dönün. Ve diğer yani elimin sebeplerinden veyahut da elimin faziletlerinden oldu ki el-ilmu sebebun necat minel cehli ve dalal. Diyor ki elim cehaletten ve azgınlıktan kurtarmak için bir sebeptir. Çünkü ilim insanı daima neye çıkarır? Nura, ışığa çıkarır. İnsanı cehaletten ışığa, zelaletten doğru olan bir yola çıkarır. Yani ilim hırda bir mesele değil. İlim ince bir mesele değil. İlim büyük bir şeydir. İlim büyük bir şeydir. Onu büyük bir şey olduğunu bildikte o zaman yani ilmin değerini bilmek lazım ve kıymetini bilmek lazım ve onun ardınca gitmek lazım.
Ve ona göre deyir ki el-ilmu sebebun nece minel cehli ve dalal. Yani ilim insanı cehaletten ve azgınlıktan narin kurtarır. Doğru yola aparır. Bazen cahil insan narin, daima cahil insan bidete düşür, şirke düşür, hurafete, uydurmalara uyur ve günahlara düşür cahil insan. Ama ilimli insan ne olur? Halalı haramdan ayırır. Sünneni yani bidetten ayırır. Şirki tevhidi şirkten, şirki tevhidden ayırır. Günahları halalı haramdan ayırır. Yani günahları neyin günah olduğunu bilir. İlimli insan yani fergi cahil insandan belədir. Yani bu formada yani bu şekilde fərqlənir. Yani cahil insan görərsən bidətə düşsün. Cahil insan görərsən hurafete düşsün, şirke düşsün. Ama ilim ehli ise yani bidete düşmür, şirke düşmür. Daima kitap ve sünneden yapışır. Daima doğru olanın ardınca gelir. Ve çetin anlarında ilim ehline dönür. Özü ilim ehli olduğu halde, bilmediği halde yine ilim ehline dönür. Yani bu alimlerin deyək ki, üslubundan idi ki, onlar bazen meseleleri bilmedikdə yani ilim ehlindən istat getirerdiler. Deyir ki, yani bu mesele mənə aydın olmadı. Lakin filan alimin sözüne etimad ederekten filan meselenin cevabı belədir. Ve sonra deyir ki, el-ilmu sebebi kuvvetul ümme. El-ilmu sebebu li kuvvetul ümme. Deyir ki, ilim ümmetin güçlü olması için sebeptir. İlim olan yani ümmet, ilim olan toplum, ilim olan halk, cemiyet, diğer ilmsiz insanlardan, cemiyetlerden hayırlıdır. Çünkü ilimsiz insanlar daima nece olur? Başkalarına ihtiyacı olur. İlimsiz insanın daima başkalarına ihtiyacı var. Ondan öğrensin, ondan sorursun, ondan götürsün. Ama ilim sahiplerinin ise ilim olan cemiyetin hiç kime ihtiyacı yoktur. Onlar öz işlerini özleri halledirler. Yani biz yani ülkemiz eğer hamısı ilim üzerinde olarlarsa, ilimi şekilde yaşarlarsa bizim diğer halka, diğer cemaatlere ihtiyacımız yoktur. Çünkü ilim yani ümmetin güçlenmesi için nedir? Büyük bir sebeptir. Ve ona göre yani ilimin değerini bilmek lazım. İlimin faziletini bilmek lazımdır ki insan yani hayatında ve toplumunda ve cemiyetinde, halkında ne olsun? Güçlü olsun. Ve sonra diyor ki el-ilmu yahmi minel kibri vel ucub. Diyor ki ilim insanı daima tekebbürlükten ve ucubdan koruyor. Yani özünü beğenmekten koruyor. Yani ilim insanı tekebbürlükten koruyor. İlimli insan tekebbürlü olmur. Tavazukar olur. Ilimli insan özünü beğenmir. Yani özünü beğenme halında olmur. Ucubdan uzak olur. Ama ilimsiz insan görsen daima ne arar? Tekebbürlenir ve ister ki yani toplumun içerisinde çıkış eləsin ve özünün nəsə bildiğini yani bildiğini hissettirmək istəyir. İnsanlara bildirmək istəyir ki, mən də nəsə bilirəm. Mənim də nəsə bir məsələ haqqında məlumatım var. Amma elmli insan ise bundan uzaqdır. Çünkü ilim insanı yani tekebbürlükten ve ucubdan narır, koruyur. Çünkü Allah Teala Kur'an-ı Kerim'de diyor ki: "Ve fevka kulli zi ilmin alim." Yani sen kim olursan ol veyahut da ne ilmin sahibi olursan ol, bil ki senden de güçlüsü var. Ve bütün mahlukatın içerisinde ilimlilerden de yani bildiğin ilimli insanlardan da yani hamısının ilmi ona tabi olan yani ilimimiz tabi olan Allah Teala'nın ilmidir. Allah Teala herkesten ilimlidir. Her şeyi daha geniş, etraflı bilir. Ama yani insan benim ilimim var diye insan ne etmemelidir? Tekebbürlenmemelidir. Bilmelidir ki özünden de çok bilen var. Ne kadar da insan dese ki ben bilirim, yine de ondan güçlü bilen var.
Ona göre insan yani elimi olduğu halda ne etmemeli? Elimli insan tekebbürden uzak kalır. Ucubdan uzak kalır. Ona göre elim yani insanın hayatında önemli meselelerden olmalıdır. İnsan çalışmalıdır ki ettiği əməlin əsasını bilməlidir. Yəni nəyə görə bunu edirəm, hansı əsasa görə edirəm? Yəni onu öyrənməlidir. Təbii ki, yəni bəzi məsələlər var ki, onu hər kəsin bilməsi lazımdır. Hər bir fərdin öyrənməsi lazımdır. Amma elə məsələlər var ki, hər bir fərdin bilməsi lazım deyil. Müəyyən fərdlər onu bilərlərsə, öyrənərlərsə, o zaman yəni deyək ki, problem ortadan qalxar. Amma elə məsələlər də var ki, onu hər kəs bilməlidir. Yəni namaz qılarkən lazım olan şeylər və tövhidlə bağlı məsələlər, şirklə bağlı məsələlər, sünnə ilə bağlı məsələlər, bidətlə bağlı məsələlər, yəni onlar la ilahe illallah kəlməsi ilə bağlı məsələlər, bunu hər kəs bilməlidir. Yəni la ilahe illallah elə deyil ki, yəni mənim şeyxim la ilahe illallah deyir, mən də la ilahe illallah deyirəm. Elə olmamalıdır. Çünki la ilahe illallahda təqlid yoxdur yəni. Yəni orada mütləq sən qəlbən iman gətirməlisən. Qəlbən Allaha təslim olmalısan. Amma elə məsələ var ki, yəni namaz qılarkən əlini qaldırmaq və yaxud da əyilmək, bunu müəllimindən, şeyxindən görüb həyata keçirə bilərsən. Burada təqlid eləmək olar. Amma iman məsələlərində, əqidə məsələlərində təqlid eləmək yoxdur. Orada gərək imanın yəni qəlbinə yəni salmalısan. La ilahe illallahı qəlbə yəni yerləşdirməlisən. Əqidəni qəlbə yerləşdirməlisən. Yəni mən şeyxim la ilahe illallah deyir, müəllimim la ilahe illallah deyir, mən də deyirəm, bu düzgün deyil ha. Çünki iman digər məsələlər, fikri məsələlər kimi deyil. İman odur ki, iman mütləq qəlbə oturmalıdır. İman qəlbə yerləşməlidir. Başa düşdünüzmü? Amma digər məsələlər odur ki, bəli, şeyx müəllimim belə deyir, mən də belə deyirəm. Və yaxud da müəllimim namaz qılarkən bunu oxuyur, mən də oxuyuram. Namaz qılarkən əllərini belə qaldırır, mən də qaldırıram. Bu məsələlərdə təqlid edə bilərsən. Yəni müəllimin etdiyini edə bilərsən. Amma iman məsələləri elədir ki, mütləq insanın qəlbində olmalıdır. Qəlbə yerləşməlidir. Və elmlə bağlı bir neçə yəni qaydalar var. Onlardan birisi deyir ki, el-ilmu qabləl qavl vəl-əməl. Elm sözdən və əməldən öncədir. Elm sözdən və əməldən öncədir. İnsan hər hansı bir şeyi demədən, etmədən öncə etdiyi və dediyi sözlə bağlı elmi olmalıdır. Çünki Allah Teala nə dedi? Fa'lem. Bil, Allah'tan başqa ibadətə layiq bir ilahın olmadığını bil. Bunu bildikten sonra, yani bu tövhiddir, düzdür mü? Bunu bildikten sonra deyir ki, nedir? Günahların bağışlanması üçün istiğfar et. Sonra əməlini göstərir. Birinci bil, sonra əməl et. Əməl edib sonra öyrənmək doğru deyil. Əməl edib sonra öyrənmək doğru deyil. Birinci öyrənəsən, sonra əməl edəsən. Və bu qayda onu göstərir ki, el-ilmu qabləl qavl vəl-əməl. Elm sözdən və əməldən öncədir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Muaz radiyallahu anhu Yəmənə göndərəndə dəvətə deyir ki, ilk çağırdığın, onları dəvət etdiyin məsələ nə olacaq? La ilahe illallah olacaq. Əgər onu qəbul edərlərsə, o zaman denən ki, namaz var. Yəni görürsən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm birinci onlara nəyə təbliğ etdirdi? Yəni elmi, bilməyi. Deyir ki, bir öyrən, öyrət və onu bildikdən sonra, onu qəbul etdikdən sonra deyərsən ki, Allah Teala gündə 5 namaz buyurur. Ona görə elm sözdən və əməldən öncədir. Çalışağın bir şeyi əməl etmədən öncə onun haqqında elm əldə edək. O məsələ haqqında elmimiz olsun. O mövzu haqqında bilgimiz olsun. İkinci qayda odur ki, el-ilm yu'xadu min əhlihi. Bu ən lazımlı məsələdir. Deyir ki, elm sahibindən götürülür. İlm kimdən gəldi götürülmür. El-ilmu yu'xadu min əhlihi. Yəni elm əhlindən götürülür. Elm kimdən gəldi götürülmür. Yəni siz elmi belə deyək də kiçik bir şey sanmayın qardaşlar. Elm kiçik bir şey deyil. Elm
Yani balaca bir şey değil ve elim ince bir şey değil. Yani incedir. Meseleleri incedir. Ama yani onu küçük görmeyin. Ki kimden geldi soruşasınız. Elim büyük bir şeydir. Ve onun ardında, arkasında büyük meseleler durur. Hem dünyada hem ahirette. Öyle değil mi? Elim büyük bir şeydir. Ve büyük bir şey olduğunu bildiğimiz halde elimi kimden geldi soruşum olmaz. Kimden geldi öğrenmek olmaz. Bu şeye dikkat etmeye lazım. Hele elimi yok adı min ehlihi. Deyir ki elim ehlinden soruşulur. Bazen görürsen ki insanlarımız kimse bir iki ayet bilir veyahut da bir iki hadis bilir. Görürsen ki onun yanındadır. Ondan elim götürür. Yani bir iki ayet bilmek, bir iki hadis bilmek bu elimi ehati etmek demeye değil. Elim tek ayetten ve hadisten ibaret değil. Ayet, hadisi bildikten sonra harda, ne cür işletmeye lazımdır onu bilmeye lazım. Ayetin hadisle bağlantısı nedir? Ayetin sen verdiğin hükümle bağlantısı nedir? Sen yani ayetten çıkardığın gayde hükümle bağlantısı nedir? Hadisin hükümle bağlantısı nedir? Bunların hamısını bilmeye lazımdır. Sen bir ayeti götürersen ki ayette Allah Teala böyle deyir, deməli bunun cevabı budur. Hadiste böyle deyir, bunun cevabı budur. Yani bazen insanlarımız fetvanı ezberleyirler ve meselenin yani cevabını bilirler ki falan şeyin cevabı budur. Yani fetva bilmek, ilim bilmek değil. Yani bir insan her hansı bir meselenin cevabını bilirse o demek değil ki o ilim ehlidir, ilim sahibidir. Onu ezberleyip ama o hardan götürülüp, nice götürülüp, nice ortaya çıkarılıp hemen fetva, hemen cevap onu bilebilmir. Sadece şekil olarak ezberleyip. Misal için 2'nin üstüne 2 geldi 4 eləyir. Bunu bilir. Niye 4 eləyir? Ne için etti onu bilmir. Ona göre ilim yani sadece fetva vermek, meselenin cevabını bilmek o insanın elimli olması değil. Ve hele hususla bak büyük mesele, o meseleler ki hem daima deyirik biz onu. Bütün derslerimizde onu deyirik ki o meseleler ki xalqı əhatə edir. O meseleler ki cəmiyyəti əhatə edir. O meseleler ki qan tökməyə səbəb ola bilər. O meseleler ki qarşı durmalara səbəb olar. Bu büyük meseleler sayılır. Düzdürmü? Bunlar sıravi insanlardan soruşulmur. Bunlar sıradan bir insanlardan soruşulmur. Bunlar mütləq sahiblerinden soruşulur. İlm ehlinden soruşulur. Tanınmış, bilinmiş, seçilmiş insanlardan soruşulur. Bunu sıravi insanlardan soruşma olmaz. Ona göre Abdullah bin Mesud'un bir eser var ondan. Diyor ki La tezalu fil hayri ma kana ilmu fi akabirihim. İki insanlar daima hayır içerisinde olacaklar. Ne vakte kimi? Onlar elimlerini büyüklerden götürecekler. Ama ne vakit ki onlar elimlerini küçüklerden götürdüler, o zaman diye fitne düşecek. Başa düştünüz mü? Yani elim daima çalışın. Büyük meselelerde, büyük mevzularda, hansı ki yani önce dedim, bunlar büyük alimlerden, büyük insanlardan, büyük ilim ehlinden soruşulur. Yani sıradan insanlardan veyahut da balaca ilim ehlinden soruşulmur. Onlardan öğrenilmir. O meseleler ki büyüktür. O meseleler ki halkı, ümmeti əhatə edir. Bu meseleleri mütləq büyüklerden soruşmaq lazım. Onun ki İbn Mesud deyir ki, yani ne kadar ki ilim büyüklerden soruşulacak, büyüklerden öğrenilecek, o zaman o insanlar hayır içerisinde olacak. Ne vakit ki küçüklerden öğrenecekler, küçüklerden soruşacaklar, o zaman diye fitne düşecek. Bakın yani Peygamberimiz sallallahu aleyhi ve sellem yani havaricilerin sıfatlarını sayanda yani bizlere bildirende deyir ki onların alametlerinden birisi nedir? Onlar az yaşlı olacaklar. Çünkü az yaşlı insanın düşüncesi fərqlidir. Ayete bakışı, hadise bakışı ve ümumiyyətlə vəziyyəti yani deyək, görmək, anlamaq, başa düşməsi fərqlidir. Az yaşlının. Ama yetkin insanın, büyük insanların, yani büyük alimlerin yani meseleye bakışı fərqlidir. Sen deyək ki, bir taraftan görürsen ama o qabağını da görür, arkasını da görür. Büyük insanlar, büyük adamlar, büyük alimler. Ama sıradan insanlar ise, ama balaca ilim ehli ise onlar sadece meselenin qabağını görürler, bir tarafını görürler.
Ona göre bu məsələlərdə nə olmaq lazım? Diqqətli olmaq lazım. Və sonra deyir ki, üçüncü qayda, ən-niyyətu əsasul elm. Niyyət elmin əsasıdır. Bütün elmin başında nə durur? Niyyət durur. Yəni sən niyyətsiz elm ala bilərsən, öyrənə bilərsən. Amma o səni qaldırmaz. O səni yüksətməz. O səni ucaltmaz. Ya dünyada, ya axirətdə. Əksinə qiyamət günü, yəni sənin sorğu-sualın daha üstün olar. Daha şiddətli ola bilər. Ona görə mütləq elmin əsaslarından da nədir? Niyyətin doğru olması, Allah üçün öyrənməsi. Elmi Allah üçün öyrənəcəksin. İnsanlar tərifləsinlər, desinlər. Yəni ona görə yox, sırf Allah üçün. Sırf Allahın razılığını qazanmaq üçün. Və cəhaləti özündən qaldırmaq üçün. Elmsizliyi özündən qaldırmaq üçün. Və ətrafı öyrətmək üçün. Bunlar hamısı Allah üçün olmalıdır. Əks halda, yəni o elmin faydası ola bilməz. Sahabələr deyir ki, sələfdən gəlir ki, biz ilk elm alanda niyyətimiz Allah üçün deyildi. O qədər mübarizə apardıq ki, deyir, çalışdıq, axırda elmimizin, yəni elmi olan niyyətimiz Allah üçün oldu. Ona görə, yəni mütləq elm məsələlərində niyyət elə bir məsələdir ki, insan, yəni onunla mübarizə, yəni onu əldə eləməsi insanın çətindir. Və müalicəsi insan üçündür ki, yəni müalicəsi ən çətin şey nədir? Niyyətdir. Və ona görə niyyət məsələsi də incə məsələlərdən. Və elmin də başında nə durur? İnsan elm alırsa Allah üçün öyrənməlidir. Bir ayət öyrənirsə Allah üçün. Bir hədis öyrənirsə Allah üçün. Kimisə bağlamaq üçün, kimisə yəni susturmaq üçün, kimisə yanında yəni elmli görsənmək üçün olarsa, bu insan, yəni bu insanın, yəni deyək ki, bu elmin Allah qatında dəyəri qiyməti olmayacaq. Deyir ki, İmam Məlikə deyirlər ki, İmam Məlik Muvatta deyən bir kitab yazmışdı. Adı Muvatta idi. İmam Məlik deyir ki, deyirlər ki, tələbələri, ey şeyx, yəni Muvatta adında kitablar çoxalıb. Çox, yəni yazanlar çoxalıb. İmam Məlik deyir ki, kim Allah üçün yazıbsa o qalacaq. Yəni, yalnız İmam Məlikin kitabı qalır. Yəni, ona görə yəni, elm məsələsində niyyət önəmlidir. Niyyət önəmlidir. Niyyət, yəni, başda durur. Əgər niyyət yoxdursa, o, yəni Allah Teala səni dediyim kimi, ya dünyada, ya axirətdə ucaltmaz. Amma bir niyyətin və Allah üçündürsə, həm dünyada, necə ki Allah Teala deyir ki, iman gətirib, yəni iman gətirənlər və elm verilənləri Allah Teala onların dərəcələrini qaldıracaq. Amma niyyətsiz elmin nədir? Faydası yoxdur. Ona görə qardaşlar, elm böyük bir deyək ki, məsələdir. Elm hər bir insana lazım olan bir məsələdir. Yəni bunu belə deyək də, bunu bilmək və öyrənmək, hər hansı bir məsələni insan gərək həyata keçirirsə, çalışsın ki, gücü yetən təqdirdə öyrənsin. Namazın qaydalarını, orucun qaydalarını, halal haramı, yəni günahlara aparan məsələlər, yəni şirkə aparan məsələlər, tövhidi yəni silib aparan məsələlər, bu məsələləri hər bir müsəlman öyrənməlidir. Amma elə məsələlər var ki, onu hər kəsin bilməsi lazım deyil. Müəyyən bir insanların bilməsi yetərlidir. Amma tövhiddir, şirkdir, bidətdir. Gələ bunu insan öyrənsin, bilsin ki, yəni onlara düşməsin. Necə ki, Hüzeyfə ibn Yəmən deyirdi ki, insanlar yəni xeyir haqqında soruşurlar həmişə. Mən şəri soruşurdum Peyğəmbər sallallahu əleyhi və səlləm. Deyir ki, niyə görə? Deyir ki, ona düşməmək üçün. Ona görə elm böyük bir şeydir, qardaşlar. Onu unutmayın. Və elm, yəni elm əhlini belə deyək, dəyər vermək, bu da önəmli məsələlərdən birisidir. Yəni elm əhlinə dəyər vermək deyəndə o demək deyil ki, yəni onu yəni elə bir məqama yüksədəsən ki, yəni o məqama yüksətmək olmaz. Elm əhlinə dəyər vermək, ona ədəb ərkanla ona yaxınlaşmaq. Yəni onlara sayğı göstərmək, sual verəndə ədəblə sual vermək, hörmət eləmək və yaxud da onların yanında yəni sual verildikdə yəni o toplumda
Sen de varsınsa aradan çıkıp suala cevap vermemek. Bunlar edeblerdendir. Yani elm əhlinə də deyək ki, yəni elm əhli ilə ədəblə rəftar eləmək, ədəb göstərmək hər bir müsəlmanın üzərində vacibdir. Yəni. Əgər hər kəs elm əhlinə yəni hörmət edərsə, sayğı göstərərsə, bu zaman ətrafdakı insanlar da insanlara nümunə olmuş oluruq. Əgər sən ibadət əhli, məscid əhli, elm əhlinə hörmət eləmirsənsə, onu saymırsansa, ona deyək ki, önəm vermirsənsə, yəni elm əhlini tanımayan insanlar yəni heç də ona hörmət eləməzlər. Yəni biz əgər elm əhlinə hörmət ediriksə bu yalnız Allah üçündür yəni. Yəni onun şəxsiyyət olaraq yox, onun onda olan elmə görə, onda olan Allah Teala ilə bağlı olan bilgiyə görə, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmlə bağlı olan bilgiyə görə. Çünki yəni deyək ki, insan necə olur ki, insan işlədiyi yerdə müdürünə hörmət edir. Niyə? Ayın sonunda ona aylıq verəcək, maaş verəcək. Və yaxud da onun əlindən çörək yiyir, çörək qazanır, ruzi qazanır. Yəni, necə olur ki, sənə yəni, şirki, tövhidi, cənnətə aparan yolları tanıtır, cəhənnəmə salan yolları tanıtır, ibadətin doğru olduğunu öyrətir, dünya və axirət üçün olan məsələləri sənə öyrədir. Sən ona yəni deyək ki, sayğı göstərməyəsən, hörmət eləməyəsən. Yəni bu doğru ola bilərmi? Ona görə sənin dünyan və axirətin üçün, xoşbəxtliyin üçün, yəni əbədi bir həyatı qazanmaq üçün sənə elm verirsə, sənə öyrədirsə, belə insanları nə armaq lazım, dəyərləndirmək lazım. Allah Teala bizi eşidib faydalanlardan eləsin. Allah Teala bizləri elm deyək ki, öyrənib və öyrədənlərdən eləsin. Allah sizdən razı olsun.